9-cu sinif buraxılış imtahanına düşmüş maraqlı suallardan birinin izahına baxırıq. Tərəfi 10 olan ABCD kvadratında M və N uyğun olaraq BC və CD tərəflərinin orta nöqtəsidir. AMC-nin dördbucaqlısının sahəsini tapın. Kvadratın tərəfi 10 olduğuna görə hər tərəfinə 10 yaza bilərəm. Orta olduğuna görə bunlar 5-5 olaraq yarı bölündü. Əslində bu suala cürbəcür metodlarla yaxınlaşmaq olar. Yəni bu dördbucaqlını 2 hissəyə bölüb üçbucaqlının sahəsi tapmaq mümkündür. Amma ən rahat üsulu məncə kvadratın sahəsindən bu 2 dənə balaca düzbucaqlı üçbucağın sahəsini çıxmaqdır. Düzbucaqlı üçbucağın sahəsi katetlər hasilinin yarısına bərabərdir. Düzbucaqlı üçbucağımızın bir kateti 10'dur, bir kateti 5. O zaman sahəsi 10 vur 5 bölü 2, yəni 25'dir. Aydın məsələdir ki, bu düzbucaqlı üçbucağın da sahəsi 10 vur 5 bölü 2, 25'dir. Tərəfi 10 olan kvadratın sahəsi 10 vur 10, 100'dür. Bütöv sahə 100'dür. 2 dənə 25, yəni 25-25, 50 çıxanda, 100'dən də 50 çıxanda bu sahəyə də qalır 50. Bu sualda cavab olur A variantı.